Qızıl, min illərdir insanların arzusudur. Amma bəzi mədənlər var ki, orada tapılan şey sadəcə qızıl deyil. Bəzən torpağın altı insanın anlaya bilmədiyi bir şeylə dolu olur. Bu hadisə Lake Shore Mine adlı qızıl mədənində baş verdi. Yer Kirkland Lake. Tarix 1942-ci ilin payızı. İkinci Dünya müharibəsi davam edirdi və qızıl hasilatı iqtisadi baxımdan həyati əhəmiyyət daşıyırdı. Bu səbəbdən mədən gecə-gündüz işləyirdi. İşçilər yüzlərlə metr dərinliyə enir, dar, havasız və boğucu tunellərdə saatlarla çalışırdı. Gün işığı oraya çatmırdı. Orada yalnız qaranlıq, daş və insan nəfəsi vardı. Həmin günlərdən birində yerin dərinliyində güclü bir partlayış baş verdi. Rəsmi olaraq bu qaz partlayışı kimi qeydə alındı. Amma partlayışdan sonra başlayan hadisələr heç bir rəsmi hesabatda tam izah olunmadı. Tunellərin bir hissəsi dağıldı, bəzi yollar bağlandı, amma mədən fəaliyyəti dayandırılmadı. İşçilər yenidən aşağı göndərildi və məhz o andan sonra hər şey dəyişdi. İlk olaraq səslər başladı. Bəzi işçilər deyirdi ki, tunellərin içində qəribə səslər eşidirlər. Bu səslər daşın qırılması, metalın sürtülməsi və ya texnikanın səsi deyildi. Sanki dərinlikdən gələn boğulmuş nəfəs idi. Yavaş, ritmik və insanı narahat edən bir səssizlikdən sonra gələn nəfəs kimi. Əvvəlcə bunu stresslə izah etdilər. Çünki mədən işi özü-özlüyündə ağırdı. Qaranlıq, oksigen azlığı, təzyiq, bunlar insan beyninə oyun oynaya bilər. Amma bu izah uzun sürmədi. Çünki səsləri tək bir nəfər yox, bir neçə işçi eyni anda eşitdiyini dedi. Bir işçi sonradan belə danışırdı. Biz işləyirdik və birdən hər şey tam səssiz oldu. Sonra isə sanki torpağın içindən kimsə nəfəs aldı. O an başa düşdüm ki, biz orada tək deyilik. Bununla bitmədi. Bəzi işçilər işıq lampalarının kənarında hərəkət edən kölgələr gördüklərini iddia etdi. Bu kölgələr insan formasına bənzəmirdi. Daha qeyri-müəyyən, daha sürətli idi. Onlara yaxınlaşanda isə yox olurdu. Ən qorxulu tərəfi isə bu idi ki, bütün bu hadisələr mədənin ən çox qızıl çıxarılan hissəsində baş verirdi. Sanki torpağın ən dərin hissəsi narahat edilmişdi. Bir neçə gün sonra vəziyyət daha da ağırlaşdı. 4 nəfərlik işçi qrupu partlayışdan sonra yaranmış yeni tunelə daxil oldu. Bu tunel əvvəllər mövcud deyildi. Sanki yer özü açılmışdı. Onlar içəri daxil oldu və bir daha geri qayıtmadı. Heç bir səs, heç bir iz, heç nə. Onları axtarmaq üçün başqa bir qrup göndərildi. Amma bu qrup tunelin girişindən çox uzağa getmədi. Onlar geri qayıtdı və dedikləri cümlə hamını dondurdu. Oradan gələn səslər insan səsinə bənzəmir. Bu hadisədən sonra mədədə qorxu yayıldı. Bəzi işçilər dərhal işi tərk etdi. Bəziləri isə danışmaqdan imtina etdi. Rəsmi sənədlərdə isə sadəcə təhlükəsizlik riski qeyd olundu. Amma yerli sakinlər fərqli düşünürdü. Onlar deyirdi ki, o torpaq əvvəllər də problemli olub. Bəzi yaşlılar iddia edirdi ki, o ərazi narahat edilmiş yerdir. Onların inancına görə torpağın altından çıxarılan hər şey cavabsız qalmır. Mədən fəaliyyətini bir müddət davam etdirdi. Çünki qızıl çox idi. Amma o hissə yavaş-yavaş tərk edildi. Heç kim oraya inmək istəmirdi. İllər keçdi. Hadisə unuduldu. Amma tam yox olmadı. Sonrakı illərdə bəzi macəraçılar və tədqiqatçılar həmin əraziyə getməyə çalışdı. Bəziləri geri qayıtdı, amma danışmadı. Bəziləri isə ümumiyyətlə geri qayıtmadı. Rəsmi olaraq bu hadisələrin çoxu qaz sızması, psixoloji stres və mədən şəraiti ilə izah olunur. Bu məntiqli görünür. Çünki yerin yüzlərlə metr altında işləmək insanın qavrayışını dəyişə bilər. Amma bəzi suallar hələ də cavabsız qalır. Niyə eyni səsləri fərqli insanlar eyni anda eşitdi? Niyə yoxa çıxan işçilərin izi tapılmadı? Və ən əsası, niyə həmin tunel bir daha açılmadı? Bəlkə cavab çox sadədir. Bəlkə də çox qorxuludur. Bəlkə bu sadəcə qaz idi. Bəlkə də torpağın altındakı boşluqlar səs yaradırdı. Amma bəlkə də yerin altında insanların toxunmamalı olduğu bir şey bu idi. Qızıl bəzən sadəcə metal deyil. Bəzən o bir şeyin üstünü örtür. Və sən onu çıxardıqda altındakılar uyanır.
Əgər belə real və sirli hadisələr xoşunuza gəlirsə, Baal Kreativ kanalını izləməyi və videonu bəyənməyi unutmayın.